Salam Azərbaycanlılar, hörmətli həmvətənlərimiz. Bugün biz Hollandiyanın Den Haag şəhərindəyik. Gördüyünüz kimi Xocalı soyqırımında şəhid olmuş həmvətənlərimizi anırıq. Den Haag şəhərində Azərbaycanlılar bir abidə açmışlar burada. Qarabağla bağlı, Xocalı ilə bağlı. Və hər il 26 fevral biz burada toplaşırıq, şəhidlərimizi anırıq. Xocalı soyqırımı bizim ən yaralı yerimizdir. Xocalı soyqırımını unutmamalıyıq, haqq ədalət yerini tapana qədər. Biz bunu fəryad edib bütün dünyaya çatdırmalıyıq ki, bizim günahsız vətəndaşlarımızı, uşaq, böyük, yaşlı, qadın, qız hamısını erməni şərəfsizləri qətlə yetirmişlər. Onu da çalışmalıyıq, bütün dünyaya çatdıraq ki, bəs Azərbaycana qarşı, vətənimizə qarşı olan haqsızlıqlar bərpa olunsun və bütün dünya tanısın ki, Azərbaycan bir terrora qarşı vuruşur, Azərbaycan xalqı erməni şərəfsizlərinə qarşı vuruşur və bunu bir daha biz bilməliyik ki, biz Azərbaycanlıyıq, vətənimizi sevməliyik, vətənimiz üçün hər tərəfli nə lazımdırsa onu etməliyik, gərəkərsə belə canımızdan belə keçməliyik. Çünki Xocalı soyqırımı tək 1-2-3 nəfərin ya nə bilim başqa insanların işi deyil. Bu hər bir vicdanlı, şərəfli Azərbaycanlının yani qanında, canında olmalıdır. Günahsız insanları öldürənlər cəzalandırılmalıdır. Və çox xahiş edərdim ki, imkanı olan insanlar, yani əli keçən insanlar bu faciəni bütün dünyaya çatdırsın, heç kim susmasın. Və bacardığımız qədər biz bunu insanlara çatdırmalıyıq. Bütün Avropada, Amerikada, dünyanın hər yerində ki, Qarabağımız işgal olunub, torpaqlarımızın 20%-i işgal olunub və erməni quldurlarının əlindədir və buna qarşı biz öz təpkimizi hər yerdə göstərməliyik. Bugün gördüyünüz kimi Den Haag şəhərində çoxlu insan toplaşıb. Azərbaycanlılar düzü deyim azdır. Çünki bildiyiniz kimi Hollandiyada rəsmi olaraq Azərbaycanlı 8000-ə qədərdir. Və bunlardan 95%-i bildiyiniz kimi 98%-i deyərdim siyasi mühacirdir. Yani Azərbaycanda olan problemlərdən yana gəlib burada yaxşı yaşamaq üçün gəliblər və burada gördüyünüz insanların da 90%-i, yəni 95%-i Türkiyə türkləridir və türkmənlərdirlər. İraqda yaşayan Iğdır türkləri, yani Iğdırda yaşayan Azərbaycanlılardır və onlar təşkil edir. Bizim Azərbaycanlılarımız laqeyd yanaşırlar buna. Hər hansı bir səbəbi var, amma burada heç bir səbəb olmamalıdır. Bu faciə bizi birləşdirməlidir. Çünki bizim xarici düşmanımız var. Xarici düşmənlərimizə qarşı biz həmişə bir olmalıyıq. Əgər vicdanla, səmimi olaraq içimizdən, ürəyimizdən vətən sevgisi, Qarabağ sevgisi varsa bizdə, bunun üçün birləşməliyik. Amma bu o demək deyil ki, bu tərəf mənimdir, bu tərəf sənindir, ya o tərəf mənimdir. Biz Qarabağımızı heç kimə verməyəcəyik. Yani son günlərdə eşitdik ki, yenə sərhəddə, yani Qarabağımızı almaq üçün əskərlərimiz şəhid olub. Şəhidlər ölməz, vətən bölünməz. Allah rəhmət eləsin şəhidlərimizə və sizinlə gələn görüşlərdə görüşəcəyik. Bu qədər bugünkü toplantımız Den Haag şəhərindən idi, Hollandiyadan. Vətən bölünməz. Vətənimiz birdir, təkdir, Azərbaycandır, Qarabağ bizimdir. Şəhidlərimizə Allah rəhmət eləsin. Bəli.